Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. 16 sentyabr artıq müsahibələr başlayıb. Müsahibəyə gedəcək hər kəsə bol-bol şans, uğurlar arzu edirəm. Ümid edirəm ki, bu prosesi uğurla başa vurarsınız. Qeyd edim ki, bugün maraqlı suallar da olub, təkrar suallar da olub. Başlayaq elə birinci sualdan. Valideyn qiymətdən narazı olsa nə edərsiniz? Bu maraqlı sualdır. Qiymət deyirsə, təbii ki, burada formativdən, bir növ belə deyək, diaqnostikdən söhbət getmir. Çünki nə formativdə, nə diaqnostikdə biz uşağa qiymət vermirik. Onun inkişaf fəaliyyətini formativdə izləyirik. Diaqnostikdə isə ilkin bilik və bacarığını öyrənirik. Lakin yekun qiymət isə summativdədir. Qiymətdən danışırıqsa, deməli summativdir məsələ. Təbii ki, valideyn gəlir mənlə danışır ki, hə, mən öz evladımın qiymətinə razı deyiləm. Bir müəllim olaraq valideyn qiymətdən narazı olsa, ilk olaraq səbəbi dinləyərəm. Görüm nədən narazıdır. Nəzakətlə ona izah eləyərəm. Qiymətləndirmə şagirdin bilik və bacarığına əsaslandığını bildirərəm. Şagirdin inkişaf dinamikasına nümunələr göstərərəm. Əgər valideynin narahatlığı əsaslıdırsa, təbii ki, öyrənmə prosesində dəstək yollarını birgə müzakirə eləyərik. Yəni məqsədim valideyni başa düşməkdir. Şəffaflıqla izah verərəm. Şagirdin inkişafı üçün əməkdaşlıq quraram. Yəni ən belə deyək, bu suala dolğun cavab bu olar. Sonra belə bir sual verilib ki, valideyn sinif otağına daxil olarsa nə edərsiniz? İndi bu sual tam müəllimimizin yadında yaxşı qalmayıb, belə dedi. Yəqin ki, orada sualın məğzi belə olub ki, yəni xəbərsiz şəkildə daxil olursa, biz bilirik ki, ümumiyyətcə kiminsə məktəbə daxil olması icazəli şəkildə baş verir. Əgər valideyn sinifə daxil olubsa, mənlə danışırsa, bəlkə dərsdə əyləşməyə daxil olub. Yəni əvvəlcədən biz onu planlaşdırmışıq, bundan söhbət gedir. Yəni yenə deyirəm, sualın məğzini tam müəllimimiz həyəcanlı olub, yadında qalmayıb, o dərəcədə bizə çatdıra bilməyib. Ona görə o sualı mən sizə tam deyə bilməyəcəm. Sonra diaqnostikdən suallar verilib. Diaqnostik qiymətləndirmə nədir soruşulub. Bir müəllimimiz dedi ki, müəllim, məndən diaqnostikin nə olmağı yox, diaqnostikin necə keçirilməsi soruşulub. Ümumiyyətlə, diaqnostiki keçirtməyi yadınızda saxlayın. Diaqnostik ilkin biliyin qiymətləndirilməsidir. Yəni, ilkin bilik və bacarığın daha doğrusu. Yəni, biz baxırıq ki, bizim şagirdimizin bilik və bacarıq səviyyəsi hansı yerdədir, o nələri və necə eləyə bilir. Yəni, biz bunu müəyyən edirik. Əsasən diaqnostiki nə vaxt aparırıq? Uşaq sinifdən sinifə keçəndə, uşaq məktəbdən məktəbə keçəndə, məsələn, bax 15 sentyabrda, yəni dərs ilinin əvvəlində biz diaqnostiki bu vaxt aparırıq. Uşağın hansı səviyyədə məktəbə gəlib gəlmədiyini müşahidə eləmək üçün. Bəs diaqnostiki hansı vasitələrlə aparmaq olar? Təbii ki, bir cədvəlindən istifadə eləmək olar. Bundan başqa diaqnostiki sual-cavabla da aparmaq olar. Müəllimin hazırladığı tapşırıqlar əsasında da. Diaqnostikin aparma yolları müxtəlifdir, lakin yadınızda saxlayın. Diaqnostik qiymətləndirmənin hər hansısa bir yerdə rəsmi şəkildə qiymət formasında yazılmır. Məsələn, Lorada desə 2-dən 5-ə kimində qiymətləndirmə. Uşaq 2 alır, 3 alır, 4 alır, 5 alır. Amma bu diaqnostikdə qiymət məsələsi yoxdur. Həmçinin formativdə də qiymət yoxdur. Bəs diaqnostikin nəticələri harda qeyd olunur? Şagirdin portfoliosunda, yadınızda saxlayın. Sonra keçək, formativdən də sual verilib. Bunu da qeyd edeyim. Buraya yazmamışam, qoy elə deyim sizə biləsiniz. Bir müəllimimiz dedi ki, başqa-başqa bilsiz regionlarda təşkil olunub da imtahan. Ona görə hər regionda müxtəlif suallar verilə bilər. Məsələn, bir müəllimimiz dedi ki, məndən diaqnostikin adı çəkilməyib, formativ soruşuldu. Ona görə bundan sonraki günlərdə müsahibəyə gedənlər mütləq şəkildə qiymətləndirmə bölməsinə diqqətli olsunlar. Mütləq soruşulacaq. Elə bax, elə formativ qiymətləndirmənin tərkib hissəsidir rəy. Ona qalsa, əgər formativ kimdənsə soruşulmayıbsa, rəy soruşulub. Belə rəy də formativ qiymətləndirmənin tərkib hissəsidir. Rəy deyəndə deyirsiniz ki, formativ qiymətləndirmənin tərkib hissəsidir. Rəyi verən zaman həssaslıqla verməliyik. Bir növ belə deyək, rəyi verən zaman effektiv olmasına fikir verməliyik. Şagirdin idrak fəaliyyətinə yönəlməlidir. Bir sözlə uşağı inkişaf elətdirməlidir. Yəni, rəydən söhbət gedirsə, gələcək yönümlü olmalıdır. Heç bir zaman keçmişə yönəlik olmaz. Uşağı inkişaf elətdirməlidir. Bilavasitə qeyd etdiyim kimi, şagirdin gələcəkdəki fəaliyyətinin daha da yaxşılaşdırılmasına yönəlməlidir. Rəyin bir növ belə deyim, funksiyası budur. Sonra rəy şagirdə necə verir və yaxud şagirdə necə verərsiniz? Belə suallar da verilib. Birindən rəy soruşulanda, digərindən soruşulub ki, rəyi şagirdə necə verərsiniz? Rəyi şagirdə təbii ki, həssaslıqla vermək lazımdır. Elə bayaqki sualla inci sualın məğzi eynidir. Yəni, rəyi şagirdə verən zaman çalışmalıyıq ki, kobudluq olmasın.
onu inkişaf elətdirsin. Məsələn, bu yaxşıdır, yox. Bu hissədə bu nüanslar yaxşıdır. Lakin bunları da inkişaf elətdirməlisən. Yəni biz fasilitatorıq axı. Biz fasilitatorıqsa bizim verdiyimiz rəy yol göstərməlidir. Şagirdə yol göstərməlidir, onu fəaliyyətə cəlb eləməlidir və beləcə inkişafa sövq etməlidir. Ümumilikdə psixoloji suallar da çox verilir. Bir də müəllimimizin biri dedi ki, müəllim məndən 5 icmalın 4-ü soruşuldu. Digər müəllim dedi ki, müəllim məndən icmala baxılmayıb. Yəni mən həmişə bu sözü deyirəm. Kimdənsə icmal soruşulmayıbsa, bizdən də, məndən də, səndən də soruşulmayacaq deyə bir şey yoxdur. Görürsüz, müəllimin birindən ümumiyyətlə icmalın adı çəkilməyib. Yəni reallıqdır da. Mən həmişə çalışıram ki, öz YouTube kanalımda sizinlə reallığı bölüşüm. Yəni açıq şəkildə müəllim dedi ki, müəllim məndən icmal ümumiyyətlə soruşulmadı. Amma digər müəllim məni yığdı ki, müəllim yaxşı ki 5 mövzunun 5-ini də yazmışam. 4-ü məndən soruşuldu. Yəni ona görə deyirəm ki, ay ondan soruşulmadı, məndən soruşulmayacaq və ya soruşulacaq deyə bir şey yoxdur. Standart proqramdır. Bu proqram əsasında biz hazırlaşıb getməliyik müsahibəyə. Yəni müsahibə elə bir prosesdir ki, orada kimdən nə soruşulacağını biz bilə bilmərik əvvəlcədən. Sadəcə ümumi bizə verilən tapşırıqları hazırlayırıq, bizə verilənləri özümüz üçün öyrənib gedirik. Yəni iş budur. Ümumilikdə belə deyim ki, test qədər düşündürücü, çalışmağı tələb edən mərhələlərdəndir. Hələ də hazırlaşmırsınızsa mütləq hazırlaşın. Çətin suallar deməzdim, amma bəzi suallar olur ki, düşündürücü olur. Bəzi suallar olur ki, öyrənməsəz prosesi, proqramı təbii ki, deməkdə çətinlik çəkə bilərsiniz. Sonra belə bir sual verilib ki, məqsəd şagirdlərə neçənci sinifdən deyilir? Baxın, maraqlı bir sualdır. Elə bu icmalla bağlı bir sualdır. Ümumiyyətcə, məqsəd nədir? Məqsəd alt standartdan çıxarılan bir növ belə deyək, təlim nəticəsidir. Yəni, təlim nəticəsi, məqsəd eyni bir şeydir. Sadəcə təlim nəticəsi biraz geniş anlayışdır deyirik. Məqsəd isə 45 dəqiqə üçün nəzərdə tutulan anlayışdır. Təbii ki, məqsəd ta məktəbə hazırlıqdan 11-ci sinif daxil olmaqla uşaqların proqram komponentinin tərkib hissəsidir. Heç kim deyə bilməz ki, mən 1-ci sinifdə uşaqlara məqsəd demirəm. Elə bir şey yoxdur. İbtidai sinif müəllimləri də icmal yazanda mütləq şəkildə alt standartdan məqsəd çıxardırlar. Bundan başqa yuxarı sinif müəllimlər də. Yəni, əgər məktəbə gediriksə, bizim bir dərs 45 dəqiqə ərzində reallaşdırmalı olduğumuz bir alt standartımız var. Və o alt standartdan da məqsəd çıxardırıq. Məqsədə uyğun qiymətləndirmə meyarları veririk. Səviyyələr üzrə müəyyən edirik bunu da. Bundan başqa yadınızda saxlayın. Bundan əvvəlki günlərdə bilirsiniz ki, keçən kəsilən müəllimlərin müsahibəsi olmuşdu. Həmin müsahibədə müəllimin birindən soruşulub ki, dərs prosesində məqsəddən istifadə eləyirsinizmi? Yəni, ona görə deyirəm, sizdən də soruşurlar, diqqətli olun. Təbii ki, biz məqsədi alt standartdan çıxardırıq və dərsimizin 45 dəqiqəmizin ayrılmaz hissəsidir məqsəd. Bir də alt standart bizim 45 dəqiqəmizin əsas ayrılmaz hissəsidir. Alt standart olmasa bizim dərsimiz necə qurula bilər ki? Yəni, bunu da yadınızda saxlayın. Alt standartla yanaşı məzmun xətti var, əsas standart var. Yəni, bunlar da çox önəmli faktorlardır. Məzmun xətti ana xəttdir, leytmotivdir. Əsas standart qismən dəyişkəndir, tam olmasa da qismən. Qeyd etdiyim kimi alt standartda dəyişkəndir. Öz dəyişkənliyini qoruyub saxlayır. Çalışacağım bundan sonraki seanslarda və bundan sonraki günlərdə müsahibədən yoldaşlar çıxan kimi sualları bizlə bölüşsün, biz də kanalımızda yerləşdirək. Sadəcə abunə olun kanala ki, izahlar yerləşdirilən zaman sizlərə bildiriş halında gəlsin, daxil olub izləyəsiniz. Bir də əlaqə nömrəmizi xatırladacağım. Qısa bir vaxt qalıb, bu qısa vaxt ərzində əgər hazırlaşmaq istəyirsinizsə, müsahibə günü, vaxt vədə yetişməyibsə hazırlaşmağa dəyər. 055 280 59 24. Baxın, ekranda nömrəmiz yazılıb. Bu nömrəyə yazaraqdan dərslər haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin icmalları yazdırmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Sizlərə mükəmməl formada yeni standartlara uyğun icmal yazıb təhvil verəcəyik. Sağ olun, salamat qalın. Kanala abunə olmağı, ətrafınızla paylaşıb bölüşməyi unutmayın.